İnsanın ruhunu dincəldəcək bir bağ evi təqdim edirəm sizlərə. Mərdəkan Qala yolunda 5 sotun içində ümumi sahəsi 180 kvadrat 4 otaqdan ibarət. Bax bura gördüyünüz yay-qış mətbəxidir. Tam yanında manqal hissəmiz var və bu da bizim yay-qış isti və soyuq su baseynimizdir. Və xoş gəlmisiniz bağ evimizin daxilinə. Və gördüyünüz kimi bizim zal hissəmizdir. Bu villanı alana, yəni bu bağ evini alana heç bir əşya gətirməyinə ehtiyac yoxdur. Yumuşaq mebellərindən tutmur, stol üstündə gördüyünüz bütün qab-qacaqlar, bakallar, hətta vilkalarına qədər gördüyünüz kimi hər biri sizlərə qalır bunların, televizoru, hər bir şey incə detalına kimi düşünülüb. Düzdür, bura satılmaq üçün yox, yaşayış üçün tikilib, lakin elə qismət olub ki, hal-hazırda satışa çıxıb bağ evimizdə. Keçək digər otaqlarımızı da ziyarət edək. Bura bizim mətbəx hissəmizdir. Gördüyünüz kimi mətbəx hissəmizdə studiya deyil, bu ideal bir layihədir deməkdir. Bura bizim ümumi sanitar qovşağımız. Buranı çamaşırxana hissəsi kimi və yaxud qardirob kimi və yaxud bəzi lazımsız əşyalarınızı qoymaq üçün istifadə edə bilərsiniz. Və keçid eləmək istəyirəm. O otaqdan yox, mən ən birinci istəyirəm ki, ən geniş yataq otağımızdan başlayım. Bura bizim birinci geniş yataq otağımızdır. Hər bir otaqlarımızın vitraj pəncərələri və əlbəttə ki, bağın arxa hissəsinə açılan qapıları mövcuddur. Və bu yataq otağımızın özünə məxsus hamam otağı mövcuddur. Və keçid edək bizim uşaq otağımıza. Əslində buranın pərdələrini və yatağını dəyişsəz, buranı böyük otaq da eləmək olar. Yetəri qədər çünki otaqlarımız genişdir. Və ən sonda keçid edək ən sonuncu yataq otağımıza. Gördüyünüz kimi də, vurğuladığım kimi hər bir otağımızın özünə məxsus vitraj pəncərələri və əlbəttə ki, arxaya çıxmaq üçün qapısı mövcuddur. Və gördüyünüz kimi mebelləri danışıb sizi yormaq istəmirəm. Hər bir mebellər xüsusi düzənlib, dizayn edilibdir. Məncə, bilirsiniz, burada danışdıqca bitirə bilmədiyim çox şey var. Aksesuarlar, işıqlar, hol hissəsindəki yığılmış şkafımız, güzgülü şkafımız, çox şey var əslində. Mən danışdıqca sizi yormaq istəmirəm. Mən istəyirəm ki, siz gəlib bu real gözəlliyi öz gözlərinizlə görəsiniz. Baxın, villamızın qarşısına qədər nöqtə belə latoka düşməyəcəyiniz asfalt yol var. Bundan artıq nə istəyirsiniz? Hər zaman hər kəsin ən çox vurğuladığı şey budur. Daha ətraflı məlumat və baxış üçün Ülkər xanıma zəng etməyi unutmayaq.